Axşamınız xeyirli olsun əziz Sağlam Radio dinləyiciləri və elə bir ay yaşayırıq ki, müqəddəs bir aydır və bayrama qarşı təbrik etmək istəyirəm bütün dinləyicilərimizi və bu arada bugünün mövzusu da elə qidalanma ilə əlaqədar olduğu üçün biz xüsusən vurğulayacağıq bugün Ramazanda qidalanma prinsiplərini və necə oruç tutarkən ümumiyyətlə hansı qidalara üstünlük verək ki, bu enerji səviyyəmizi də yəni qorumuş olaq və bu haqqda danışmaq üçün və qidalanma haqqında danışmaq üçün bizim bugün studiyamızda həkim, nutritsoloq var, Andop məzunu Şükran Sədirova. Salamlayıram doktor, sizi xoş gəlmisiniz. Çox sağ olun, axşamınız xeyir olsun. Dinləyiciləri də salamlayıram və hər kəsin bayramını təbrik eləyirəm. İnşallah bu bayram hər kəs üçün uğurlu, ruzlu, bərəkətli olar və yeni ümidlərin, yeni başlanğıcların açarı olar. İnşallah və bugün Şükran xanım sizə qidalanma ilə bağlı, su istehlakı ilə bağlı suallar ünvanlayacağıq və bizə maraqlıdır ümumiyyətlə sahurda nə yeyək, iftar vaxtı nə yeyək və çox az bir vaxta qalıb hal-hazırda elan edim ki, iftara və ümumiyyətlə başlayaq hələ ki, sağlam qidalanmanın prinsipləri barəsində, sonra ayrılıqda Ramazanla bağlı danışarıq. Buyurun. Bəli, həqiqətən bayrama qarışıbdır. Bu bolluq içərisində oruç tutub həm nəfsimizi, həm özümüzü sağlam bir oruca hazırlamamız biraz çətindir, amma ümid edirəm ki, xalqımız, insanlarımız mətanətlidir və bunun öhdəsindən çox rahat gələr. İlk öncə gəlin vurğulayaq ki, sağlam qidalanma nədir? Bunun prinsiplərini daha keçid eləyək. Sağlam qidalanma dedikdə orqanizmamıza lazım olan, orqanizmamızın normal fəaliyyəti üçün lazım olan bütün qidaların məcmusudur. Yəni bizim biraz əhalidə insanlar diyeta sözündən qorxurlar, çəkinirlər, amma diyeta bizim gündəlik qida planımıza daxil olan qidaların məcmusu nəzərdə saxlayırıq. Bunun bəzi prinsipləri var ki, biz qidaları qəbul edəndə biz xəstəliklərdən qorunuruq və bunun üçün də makro və mikronutriyentlər dediyimiz bir nutriyent kombinasiyasından istifadə edirik. Makronutriyentlərdən biz enerji kimi istifadə edirik. Mikroelementlərimiz, mikronutriyentlər isə orqanizmamıza bu makronutriyentlərin parçalanıb son məhsulların əmələ gəlməsinə dəstək verən böyük bir kompleksdir ki, onların yoxluğu bir çox xəstəliklərə, bir çox mübadilə proseslərin dayanmasına və yaxud da düzgün işləməməsinə gətirib çıxardır. Yəni, prinsip olaraq makro və mikronutriyentlərin kombinasiyasından ibarətdir. Başlasaq ki, yəni makronutriyentlər nədir? Bunlar yağlar, karbohidratlar və zülallardan ibarətdir. Yağlar, karbohidratlar bizdə ən çox bu dəqiqədə olan insanların tanıdığı karbohidratlardır. Karbohidratlar həm sadə, həm də mürəkkəb karbohidratlar olur. Sadə karbohidratlar bunlar glukozadır, fruktozadır, saxarozadır. Bunları hər kəs tanıyır. Bunlar mürəkkəb karbohidratlar isə bura nişastadır, selülozadır. Biz ümumiyyətlə məsləhət görürük ki, hər kəsə gündəlik rasionunuzda həm sadə, həm mürəkkəb karbohidratları tükədək. Yağların özləri də iki qrupa bölünür. Doymuş yağlar və doymamış yağlara ayırd edirik. Doymuş yağlar bu heyvan mənşəli yağları nəzərdə saxlayırıq. Yəni bura kərə yağı olsun, heyvan iç yağları olsun. Doymamış yağlar isə burada bitki yağlarıdır ən çox, yəni bu qarğıdalıdır, zeytun yağıdır, simiçka yağıdır, omega 3 yağları nəzərdə saxlayırıq. Bir də trans yağlarıdır. Bunlar barəsində daha öncə danışacağam. Diyetoloqlar həmişə vurğulayırlar ki, əgər çəkini normal saxlamaq istəyirsənsə, balanslı qidalanmalısan. Bəli, balanslı qidalanmalısan. Və bəzən çətinlik çəkirik ki, gün ərzində görəsən balanslı qidalanma dedikdə nəyə başa düşək? Hansı qidalara üstünlük verək? Ora gəlirəm, bəli, çox gözəl vurğusu. Balansı qorumaq mütləq lazımdır ki, yəni bu sada karbohidratdır, yağdır və proteinin tam balanslı olmalıdır. Yəni biz ona görə 2-ci Dünya müharibəsindən sonra, 41-45-dən sonra Amerika, biz yəni bizim özümüzdə elə istinadlar olmadığı üçün ya Amerikanın, ya Avropanın, ya Asiyanın hər hansı qeydiyyatdan keçirdiyi standart bir diyetalar olur, onlara üz tuturuq. Müharibə dövründən sonra standart Amerikan diyeti deyilən bir diyet formalaşdı ki, burada karbohidratlar 50%-ə qədər götürüldü, proteinlər götürüldü 10-15% və qalan faizi isə gəldi hardasa 20-25-30-a qədər gəldi düşdü yağların hesabına və bu standart diyeti biz götürəndə biraz
bu diyetlə insanlar yaşadıqda gördülər ki, bunlarda şəkərli diabetdir, ürək xəstəliklərdir, qaraciyərdə piylənmələr müşahidə olundu. Nəyə görə bu belə olur? Müharibə dövründən ekonomiyanı çox diqqətə almaq lazım. Çünki müharibə dövründən sonra hər kəs proteinlə, sağlam yağlarla qidalana bilmirdi və bu diyetin tərkibində daha çox işləm görmüş artıq karbohidratlar var idi. Sadə karbohidratlara üstünlük verilmişdi. Yağ baxımından isə sağlıqlı yağlardan çox doymuş yağlara üstünlük verilirdi və doymuş yağların özləri də ürək xəstəliklərinə, şəkərli diabetə, qaraciyər piylənməsinə gətirib çıxardan bir faktorlardır. Ona görə bu məşhurluqdan sonra artıq digər başqa diyeta növləri var ki, onlar populyarlıq qazanmağa çalışdı ki, yəni bu sərt diyet deyirik buna qısacası. Bu sərt diyeti o qədər də işləm görmədi. Nə qədər də tərkibində olan balanslı qidalanma olsa da, amma ziyanlı qidalar dediyimiz qidalar daha çox təşkil elədi və ondan sonra artıq bu aralıq dənizli diyetləri məşhurlaşmağa başladı. Paleo diyet məşhurlaşdı. Vegetarianlar üçün diyetlər artıq daha məşhurlaşma qazanmağa başlandı. Var burada hərb diyeti deyirik. Yəni bunlardır. İndi tərkibini bir izah eləyəcəm. Yəni dinləyicilərimiz üçün də maraqlı olacaq. Bəli, sonra yağ protein tərkibli diyetlər, ketojen diyeti hal-hazırda çox populyarlıq qazanan diyetlərdir. Bunların tərkib hissələrinə gəlib və baxırlar ki, bunlarda daha faydalı yağlardan, proteinlərdən və karbohidratların o faiz dərəcəsini elə seçim elədilər ki, artıq onlar orqanizmamıza ziyandan çox fayda versin və bu bəzi diyetlərdə ümumiyyətlə karbohidrat tamamilə rasiondan çıxarılır. Burada həm mürəkkəb, həm sadə karbohidratlar rasiondan tamamilə çıxarılır və onların nəticələrinə gəlib çıxanda baxırlar ki, o diyetlər bu standart Amerikan diyetindən fərqli olaraq bizim orqanizmamıza daha faydalı və daha sağlıqlı, uyğundur. Bəli, uyğun olur. İlk öncə onu vurğulayım ki, yəni balanslı qidalanma budur. Yəni insan hər bir fərd özünün orqanizmasına uyğun, metabolizmasına uyğun, yaşına uyğun balanslaşdırılmış qida seçməlidir. Yəni biz burada mikroelementləri bu suplement formasında alırıq, yem qidalardan da alırıq. Sadəcə indi bu torpağımızda olan problemlər, qidaların keyfiyyətsizliyini nəzərə alaraq indi elə bir zamaniyə gəlmişik ki, mütləq mikroelementlərimizi, vitaminlərimizi biz suplement formasında da qəbul eləməliyik. Makronutriyentlərə gəldikdə isə yəni balanslı olmalıdır. Biz nə çox protein yeməliyik. Bəzi insanlar fikirləşir ki, mən ət çox yesəm sağlam olaram. Xeyr, bu ətin də orqanizmamızda 1% dərəcəsi var. Yəni ortalama götürəndə 15, 20, 25, bəzən ən çox qəbul edən, protein qəbul edən diyetlər var ki, orada 35-ə qədər qaldıra bilirik. Amma bu hər kəs üçün keçərlidirmi? Xeyr. Yəni bu insanın böyrəkləri tam sağlam işləməlidir. Çünki bilirsiniz ki, ətin parçalanma məhsulları azotdur. Azot da sidik vasitəsilə xaric olur. Böyrəklərin funksiyasına asılı olan bir faktordur. Digər qaraciyərdə, əgər qaraciyərində piylənmə varsa, yağlı məhsulların və yaxud da ki, elə azotun özünün atılımında problem yaranacaq və buna görə də hər kəs öz gündəlik boşqabını seçəndə, özünə uyğun diyetanı seçəndə bütün faktorları nəzərə almalıdır. Məsələ burasındadır ki, elə insanlar var ki, təkcə qidalanma ilə maraqlanmır da, həm də su ilə bağlıdır. Öyrənmək istəyir, çünki deyir ki, məsələn, mən sudan da belə kökəlirəm, məsələn. İndi istəyirəm soruşam ki, su istehlakının sağlam qidalanmada rolu nədən ibarətdir? Su bir dənə deyə bilərəm, hər zaman vurğulayırıq, həyatdır və böyük həll edicidir. Yəni bu həll edici biz susuz hər hansı bir qidanı qəbul ediriksə, ilk öncə vurğulamalıyıq ki, qəbz deyə əmələ gəlir. Yəni su bizim əhalinin çox hissəsini soruşsaz, sorğu keçirsəz, görəsiniz ki, qəbzlikdən əziyyət çəkir. Çünki gün ərzində az su içirik. Az su içirik. Yəni çay sevirik, kafeini sevirik, qəbul edirik, amma bunu bir-birinə əvəz eləmir. Su həll edici kimi. Sadəcə fikirləşək ki, biz qəbul ediriksə suyu, mütləq bunun ölçüsü olmalıdır. Yəni normal insan bir dəfə oturub siz 1 litr, 2 litr su içirsinizsə, bilin o dərhal sizin bədəninizdən çıxacaq. Biz suyu
proporsiyalarla qəbul etməyə məsləhət görürük ki, əgər siz içirsinizsə 1 stakan içdiniz, bir fasilə verib dalınca ikinci stakanı içməlisiniz ki, o orqanizmimizdə qəbul elədiyiniz qidaların həllində, həzmində iştirak eləsin. Bəli. Bir dəfə oturub çox su içəndə dərhal böyrəkdən o filtrizasiya prosesi ilə keçir və orqanizmdən xaric olur. Bunun üçün onu gün ərzinə paylaşdırırsınız və içirsiniz. Bu uşaqlıqdan, uşaq yeni doğulmuşdan belə 6 ayına qədər deyirik, əgər uşaq ana südü içirsə, su verməyə bilərik. Amma indi də onu vurğulayırlar ki, bu şəraitlə və zamanə ilə əlaqədar vermək məsləhət olunur. Əgər indi uşaqlarda çox aşağı bir faiz ana südü qəbul eləyir və ona görə 6 aydan sonra artıq su içir. Uşaqlar 10 kiloqrama qədər olan uşaqlar hardasa 1 litrə qədər su içməlidir. Ondan sonra artıqca 1 litr yarıma qədər orada hesablamalardır. 1 litr üzərinə gəlirik 10 kiloqrama artanda 100 üzərinə gəlir yaşına vururuq. Məsələn 12-13 kiloqramlıq uşaqdırsa, biz götürürük 1000 milliqram 1 litri, üzərinə gəlirik 100 və vururuq 2 kilo artıqdırsa, 12 kilodursa 200. Bu 300, 1 kilo 300, bu 1 litr 300 qram. Gün ərzində norması sayılır. Bəli, norması sayılır. Böyük insanlara gəldikdə isə hər kiloqram çəkiyə görə 30 milliqram götürülür. Yəni bu təqribi ortalama bir, məsələn, insan 70 kiloluq və 70 kiloluq götürəndə 2 litr 100 gün ərzində su içməli. Bəli, su içməli. Amma məşq eləyiriksə, əlbəttə bu məşqlər zamanı bu artırılır. Aktiv idmanla məşğulsunuzsa bu 3 litrə qədər qalxa bilər. İsti havalarda bunun miqdarı artırır, amma çox təəssüf, bəli, xüsusilə çox təəssüf bildirirəm ki, yəni gün ərzində 2 stəkan çay suyu belə çox az adamlarda görürsən ki, 2 stəkan su içər ya içməz. Bizdə çox vərdiş eləməmişik ki, bu suyu normal qəbul eləyək. Xüsusi dadlandırıcılar var ki, bu dadlandırıcılar kömək edəcək. Biz bu barədə danışarıq birazdan Şükran xanım və nəyi bilmək istəyirlər? Bunu dinləyicilərimizdən soruşaq. Xüsusən Ramazan ayında sağlam qidalama ilə bağlı öyrənək. 055 93 490 93-ə yazıb göndərə bilərlər WhatsApp nömrəsinə. Sağlam həyat. Dəyişmə bugündən başla. Sağlam həyatda bugün sağlam qidalamadan danışırıq. Xüsusən Ramazan ayında necə qidalanaq ki, bizi gün ərzində enerjimiz, yəni tükənməsin, enerjili qalaq. Və bu haqda danışmaq üçün həkim nutrisiolog, Andop məzunu Şükran Sədrova studiyamızdadır və istəyirəm bu Ramazanla sağlam qidalama haqqında danışaq. Əsas prinsiplər hansılardır? Əsas prinsiplər odur ki, ilk öncə gəlin vurğulayaq bu oruc nə üçün lazımdır, biz orucu nəyə görə tuturuq və daha sonra artıq sağlam orucu necə tuta bilərik, onu vurğulayaq. Bu oruc dedikdə, yəni biz orqanizmamıza 11 ayın sultanı türklər deyir. Həqiqətən 12 il boyu orqanizmamız dayanmadan bizə işləyir, bizə qulluq eləyir. Biz bir ayı orqanizmamıza istirahət, hormonlarımıza, bütün hüceyrələrimizə istirahət veririk ki, özlərini yeniləsinlər. Və biz bununla yola çıxırıq və oruc tuturuq ki, bu orucumuz da bizdə dini olaraq orucu göstərir ki, bu müsəlmanların bayramıdır. Amma indi Avropa alimləri orucu biz 12 saatlıq növünü tuturuq. Aralıqlı oruc dediyimiz orucun, onlar deyir ki, bu 12 saatlıq perioduna olan oruc nəzərdə saxlanılır. Yəni oruc, aralıqlı orucun 6, 8, bir də 12 saatlıq. Biz müsəlman xalqının tutduğu bu 12 saatlıq orucdur. Burada nə proseslər baş verir? Biz orqanizmamıza öz hüceyrələrini, zəif hüceyrələr, güclü hüceyrələr tərəfindən udulur. Orqanizm bərpa prosesi keçir və hormonlarımıza icazə veririk ki, onlar dincəlsinlər. Bu 12 saat müddətində ifrazında zəifləmələr olsun ki, orqanizm özünü toparlaya bilsin. Bu bir çox xroniki xəstəliklərin, bir çox xəstəliklərin həm ağırlaşmasına, həm gedişatına çox gözəl təsir göstərir. Başlasaq şəkərli diabetin, belə, məsələn, insulin ifrazında insulin rezistentlik deyirik, əmələ gəlir. Nəyə görə? Biz dayanmadan daimi qidaları qəbul edirik və insulin ifrazı olur və artıq hüceyrələr ona qarşı rezistentli olur. Bu Alzheimer xəstəliyində də belədir, Parkinson xəstəliyində də belə olur. Yəni bunların hamısı orucluq dönəmində
orqanizm bu həssaslığı aradan götürür və ona görə bu oruçluğun çox böyük əhəmiyyəti var bizim üçün. Biz bunu prinsip olaraq götürsək, orqanizmamızın bərpa prosesidir. Amma bəzən biz bunu bu civardan çıxardırıq və elə bir formaya gətirib çıxardırıq ki, biz iftara açanda artıq başlayırıq çoxlu qidalanmağa. Bu düzgün prinsip deyil. Biz səhər-səhər elə bir qidaları qəbul eləməliyik ki, bu bizi gün ərzində, bu 12 saat müddətində həm tox saxlasın, həm də susuzluq hissini aradan götürməlidir. Bura bəzi qidalar növləri daxildir ki, onları balanslı, az öncə vurğuladıq balanslı qidalama, bu balanslı qidalardan bu sahurumuzu elə açmalıyıq ki, bunlar daxil olmalıdır və su balansını səhər-səhər sahurda 2-3 stəkan su ilə təmin eləməliyik ki, gün ərzində biz həm susuzmayaq, həm hüceyrələrimiz susuz qalmasın. Və axşam iftarda biz yenə də o su balansımızı, elementlərin balansını hamısını qorumalıyıq ki, biz orqanizmamıza dəstək olaq. Bu 12 saat müddətinə orqanizmanın özünün sərf elədiyi enerjini bərpa eləyək. İndi bu sahurda və iftarda qəbul olunan əsas qidalara toxunarıq ayrı-ayrılıqda imkan olarsa. Ümumi belə götürəndə Ramazanda hansı qidalar bizə xeyirlidir? İlk öncə vurğulayım ki, biz balanslı qidalanmada yağlar, karbohidrat, yəni bəzən deyirik ki, həqiqi, əsl qidalar, yağlar, karbohidratlar və protein nəzərdə saxlayırıq. Burada işləm görməmiş qidaları nəzərdə saxlayırıq. Yəni protein dedikdə biz bitki mənşəli proteinlər bu paxlallardır. Yəni burada lobiyadır, noxuddur, mərcidir. Heyvan mənşəli proteinlər dediyimizdə ət məhsulları, ətdir, quş ətləri nəzərdə saxlayır, balıq ətidir, yumurtadır, süd məhsullarından qatıqdır, süddür, kəsmikdir, pendirdir, bunları nəzərdə saxlayırıq. Yağlara gəldikdə isə yağlar az öncə vurğuladım, doymuş, doymamış yağlar. Biz doymuş yağların cəmi 10%, maksimum 15% gün ərzində qəbul eləməliyik və digər qalan yerdə olan faizi isə biz yağlar, doymamış yağlardan istifadə edir. Amma doymamış yağların özləri də çox fərqlidir. Biz rasionumuzda doymamış yağlardan bu semiçka yağı olsun, qarğıdalı yağı olsun, trans yağlar olsun, onları uzaq tutmalıyıq. Çünki bunlar bizim orqanizmamızda omega 3 yağ turşusunu artırır. Bizə isə omega 3 yağ turşusu lazımdır müəyyən bir hesabda. Amma biz daha çox vurğulayırıq ki, omega 6. Omega 3 yağ turşusu isə biz çox az alırıq və bunun balanslı olmalıdır. Yəni bu qarğıdalı yağ olsun, semiçka yağı olsun, onlarda 6 çoxdur. Bunun omega 3-ə nisbəti 3-ün 4-ün 1-i olmalıdır. Lakin günümüzdə bu müasir dövrdə biz bütün, yəni ən gözəl restorana da getsək, ən gözəl yerdə də qida qəbul eləsək, orada mütləq omega 6 yağ turşusuna zəngin olan yağlardan istifadə edirlər və işləm görmüş qidaların hər birində də omega 6 yağ turşusu çoxdur. Biz indi bu nisbət gəlib hardasa 60, 70, bəzən 100-ə qədər gəlib çıxa bilər və bu nəyə gətirir, çıxardır orqanizmamızda? Xroniki iltihabı proseslərə. Biz nə qədər omega 6 ilə zəngin olan yağları tükətsək, iltihabı proseslər orqanizmamızda artacaq. Amma bunun əksinə olaraq omega 3 yağ turşusu bu iltihabı prosesləri söndürür. Və buna görə biz bunu balansda saxlamaq üçün hər zaman tövsiyə edirik ki, zeytun yağından, omega 3 yağından, məsələn kətan toxumu yağından məsələn istifadə edə bilərik. Burada başqa çərəzlərin yağından istifadə edə bilərik. Gündəlik rasionumuzda bunları bol-bol istifadə etməliyik ki, bu nisbəti tarazlaya bilək. Əgər bunu biz balıq yeyə bilərik, balıqda da omega 3 yağ turşusu çoxdur və bunları bu formada qəbul edə bilərik. Karbohidratlarda isə biz daha çox mürəkkəb karbohidratları seçməliyik. Çox az miqdarda sadə karbohidratları, amma işləm görməmiş. Yəni bu baldır, meyvələrdir, bunları nəzərdə saxlayırıq. Amma digər bir halda mürəkkəb karbohidratlar tam taxıllarda olur. Yəni bu əvvəllər dəyirman üsulu ilə əldə edilmiş buğda, kəpəkli buğdadır, arpadır, yulafdır. Bunları biz rasionumuza daxil eləməliyik. Yəni bu həm sahur üçün, həm iftar üçün nəzərdə saxlanılır. Bol-bol meyvə tərəvəzlərdən istifadə eləməliyik. Eləyə bilməyəcəyimiz qidaların ən böyükləri işləm görmüş qidalardır. Bunlar paketlənmiş qidalar ola bilər. Bunlar işləm görmüş ət məhsulları ola bilər ki, hansı ki onlar
qida nutrient baxımından çox zəifdirlər. Lakin burada şəkər olsun, karbohidrat baxımından çox yüksək, qida dəyəri aşağıdır. Lakin enerji baxımından çox yüksək kalori verir bizə. Və biz bu kalorini əritmirik Ramazan ayında və bu bizim orqanizmamıza ziyan, pi formasında toparlanmağa başlayır və qaraciyərimizdə də problemlər yaradır və buna görə biz bu ayı ümumiyyətlə hər kəsə tövsiyə edirik ki, maksimum dərəcədə işləm görmüş qidalardan uzaq duraq. Həm sağlam Ramazan keçirtməyimiz üçün, həm də sağlam qalmamız üçün, çəki almamamız üçün. Maraqlıdır ki, çəki alanlarla bir də atanlar var. Bəli. Yəni bu nəyə bağlıdır Şükran xanım? Yəni insan var, soruşursan ki, əməlli başlı arıqlanmısan məsələn. Adam da var ki, kilo alır. Bu açıq-aşkar görünür. Əgər insan iftarın açanda çox yüksək kalorili qidalar qəbul edirsə, bizim mətbəximiz o qədər genişdir ki, yəni iftar süfrələrində verməyi sevən insanlar. Peki biz yeri gəlmişkən elə iftarda nə yeyilməlidir ona toxunaq. Bir də sahurda. Bir də var elə insanlar ki, hansı ki iftardan sahura qədər yeyir. Bəli, toxuna bilərik. Yəni iftar açanda insanlar maksimum dərəcədə yağlı, xəmir yeməkləri, ağır yeməklərdən uzaq durmalıyıq. Və bu uzaq duran insanlar heç vaxt kökələ bilməz. Onlar kimlərdir ki, məsələn, dərhal ağır yeməklər qəbul eləyir. Bunlarda kökəlmə olur və yaxud da ki, siz vurğuladınız, iftardan sahura qədər qida qəbulu gedir. Və insan duranda səhər-səhər sahurda deyir, mən sahurda açmıram. Çünki gün ərzində gecə boyu sahura qədər qida qəbul eləyir. Və bunun necə olmalıdır məsələn? Biz əgər sahura iftar vaxtıdır, Allah qəbul eləsin oruç tutanların orucunu, ilk öncə başlamarıq bir stəkan ilıq su ilə. Soyuq su olmamalıdır. Çünki bu ilıq su gün ərzində mədəmiz boş olduğu üçün bədən temperaturasını 36-37 dərəcəyə qədər olan bir ilıq su ilə qəbul eləməliyik ki, bu mədə şirəsinin ifrazını artırır. Yəni orqanizmamızı bir sözlə oyadır ki, artıq qida qəbulu başlayır. Və xurma qəbul edə bilərik. Xurma çox müqəddəs, həqiqətən çox vitamin, mineral baxımından çox dəyərli bir qidadır. Bir dənə xurmada, yəni növlərinə görə fərqlənir. O 60 kaloriya qədər enerji saxlayır. Burada həm doyum sadə, həm də mürəkkəb karbohidratlar var tərkibində. Liflə zəngindir, dəmirlə zəngindir, maqneziumla zəngindir. Bir dənə xurmadan söhbət edirəm. Yəni bu baxımdan biz su ilə bir xurmanı qəbul edəndə orqanizma müəyyən bir oyanış veririk ki, artıq mədə şirəsi, mədə-altı vəznin ifrazı, ödün ifrazı artıq yavaş-yavaş stimullaşmağa başlasın. Bunu içəndən sonra bir 5 dəqiqə ya 1 dəqiqə fasilədən sonra artıq sulu qida qəbul eləməliyik. Yəni bu supumuz olsun, hər hansı bir şorba olsun. Amma tərkibində un olmayan bir şorbadan qəbul eləməliyik ki, gün ərzində bəli, yüngül orqanizmamız gün ərzində suya olan tələbatını bir stəkan sudan alırıq və şorbalardan alırıq ki, o su balansımızı cüzidə olsa təmin eləyək. Adamlar deyir ki, mən şorba içə bilmirəm, amma indi yaxşı fürsətdir ki, siz izah eləyəsiniz ki, nəyə görə şorba içmək lazımdır? Bəli, şorba həm mədə şirəsinin ifrazını artırır. Yəni şorba o qədər də ağır yemək olmadığı üçün şorba dedikdə, yəni biz ağır şorbalarda, məsələn, ətli, bu formalarda demirik. Məsələn, ola bilər siz götürərsiniz, mərc şorbası çox gözəldir. Burada proteinlə də zəngindir, daha həlimdir. İlıq doğğa içə bilərsiniz və yaxud da ki, götürə bilərsiniz, Türklərin yayla çorbası var, o da qatıqda olan bir, hər hansısa bir supa, amma ağır ət məhsullarını dərhal qəbul eləməməlisiniz. Yəni, yüngül hər hansısa... Tərəvəz şorbası Tərəvəz şorbası çox gözəl olar, tərəvəzlərdən şorbalar qəbul eləyə bilərsiniz. Qəbul elədikdən sonra 15-20 dəqiqə fasilə veririk. Bəzi insanlar bu fasilə müddətində namazlarına qala bilər və yaxud da ki, uzanmaq ümumiyyətlə olmaz. Sadəcə bu 15-20 dəqiqə müddətində gəzinti, cüzi bir gəzinti və yaxud da otura bilərsiniz, şaquli istiqamətdə otura bilərsiniz ki, bu period keçid eləsin və orqanizmamız tam özünə gəlir ki, mən artıq qidalanmaya hazıram. Bundan sonra artıq siz ana yeməyə keçid eləyə bilərsiniz. Bu ana yeməyə keçid etdikdə
Soyutma ət vizi, bu parda bişən ət məhsullarını qəbul edə bilərsiniz, sobada bişən ət məhsullarını bol tərəvəzlərlə qəbul edə bilərsiniz ki, hansı ki bunlar sizin həm həzminizi yaxşılaşdıracaq, həm də ki gün ərzində itirdiyiniz o protein mənbələrini bərpa eləməyə çalışacaq. Və bol salatlı, tərəvəzli və axşamdır. Tərəvəzlər bilirsiniz ki, liflərlə zəngindir. Əgər biz lif qəbul eləmiriksə, qidalar daha tez həzm olunacaq və həzm olunduqdan sonra isə qəbizlik problemi yaranacaq. Əgər lif qəbul eləyirsə, o liflərin bəziləri suda həll olan liflərdir, bəziləri həll olmayandır tərəvəzlərdə. Həll olan liflər orqanizmamızda suyu özünə hopdurur və onlar nəcisin formalaşmasına və yumşalmasına gətirib çıxar. Bəziləri isə həll olmur. Onlar nəcisə forma verib orqanizmə atılmasına təsir göstərir və bunlar da qəbizlik ən böyük problem, qəbizliyin qarşısını alır. Və prebiotiklərdir. Bizim bağırsaqlarımızda probiotiklər var. Onların qida mənbələridir. Onların böyük işləri var ki, həzm prosesində, bu qidaların sorulmasında təsir göstərir. Buna görə də biz bol tərəvəzli və indi axşam, iftar axşam olduğuna görə çox yağlı deyə bilmirik. 1 və ya 2 xörək qaşığı zeytun yağı tökə bilərsiniz salatınızın üzərinə. Çərəzlərlə zənginləşdirə bilərsiniz. Burada olsun balqabaq toxumu olsun, siyah toxumu olsun, kətan toxumunu üyüdüb tökə bilərsiniz, çüncüt olsun. Bunlardan töküb salatınızı bol-bol zənginləşdirə bilərsiniz. Baxın, indi vaxtı da az qalıb iftar vaxtına. Evdar xanımlar bunları nəzərə ala bilərlər. Şükran xanım dediklərini bu cür qidalanmanı təqdim eləsəz, təbii ki, ailənizdə demək olar ki, biz sağlam qidalamayı bir keçidi siz edə bilərsiniz. Hər şey ilklərdən başlayır da. Bəli, məsələn, indi çox az qalıb. Bir kağıdı, bir xiyarda bunu doğrayıb, bir pomidorda əgər yeyirsiniz, göyərtidən da istifadə edə bilərsiniz və üstünə bu cür tökə bilərsiniz. Qırmızı soğan çox faydalıdır. Yəni, qırmızı soğandan məsələn salatlarınızda istifadə edə bilərsiniz ki, həm sağlamlığınıza, həm də gün ərzində sizin itirdiyiniz enerjiyə, mineralların və makro və mikronutriyentlərin bərpasına təsir göstərsin. Daha sonra bu ana yeməkdən sonra müəyyən bir fasilə verə bilərsiniz ki, bu fasilədən sonra, bu 1 saat yarım fasilədən sonra siz sağlam hər hansısa bir qida, yenə bir öğün yeyə bilərsiniz. Əgər insan var deyir, mən bundan doymadımsa, müəyyən bir fasilə verib təkrar hər hansısa bir qidaya keçid edə bilərsiniz. Bir dinləyicimizin sualı gəlib, elə bizim danışdıqlarımızla bağlıdır. Yeri gəlmişkən siz də yaza bilərsiniz. 055 93 490 93-ə WhatsApp nömrəmizə sağlam qidalanma ilə bağlı danışırıq. Xüsusən Ramazanda necə qidalanaq ki, gün ərzində biz enerjili qalaq. Soruşur dinləyicimiz, axşamınız xeyir, sahurda çox meyvə yemək oruca necə təsir edir? Ümumiyyətlə meyvəni biz ara öğün kimi veririk və yaxud da ki, meyvənin özündə tərkibində fruktoza ilə zəngindir. Əgər meyvə yemək istəyirsinizsə, bunun yanında mütləq çərəzlər, yəni bir qoz olsun, 1-2 qoz və yaxud da ki, fındıq, badamla qəbul eləsəz, sizi acdırmaz. Amma meyvəni tək yesəz, dərhal acma hissi yaşayasınız və bunun üçün biz sahurda yox, İftarda məsləhət eləyərik ki, meyvəni yesəz, amma mütləq yanında çərəzlərlə qəbul eləməlisiniz ki, fruktozadır və o liflərlə zənginləşdirəndə sizə toxluq hissi verəcək. Təklikdə tez acasınız və sadəcə fruktoza almış olasınız. Həm də suzlayacaqsınız. Bəli, o da var. Əgər şəkərlidir, yüksək miqdarda şəkər içərən meyvə qəbul edirsinizsə, bəli, bunda susuzluq hissi də yaranacaq. Bir sualım da olacaq. Bəzən sahurda yemək yeməyən insanlar da var. Ümumiyyətlə sahurda yemək yeməmək necə təsir göstərir sağlamlığa? Bu çox yanlış bir situasiyadır ki, bəzi insanlar durmur, bəzi insanlar deyir, mən tox qalıram və ehtiyac yoxdur. Bu düzgün deyil. İlk öncə onu vurğulayım ki, hər kəs bilmir ki, bunda insulin dirənci var, yoxsa yoxdur. Yəni, bunun hipotonikdir və yaxud da ki, hipertonikdir, ya yox. Biz səhər-səhər qida qəbul eləməyəndə orqanizmamız hipoglikemiyaya düşür. Yəni, orqanizmamızda şəkərin səviyyəsi düşür. Bu çox böyük bir problem yaradır. Yəni, insanlar buna yol verməməlidir. Bəziləri olur, deyir, səhər durub 1 stəkan su içib yatıram. Yox, düz deyil. Bizim gün ərzində enerji ehtiyacımız var. Bu hüceyrələrimizin böyüməsi, bölünməsi, parçalanması, bunun hamısı üçün enerji ehtiyacımız var. Və biz sahurda bunu qəbul eləməliyik. Bu gündəlik
rasionunuza hər bir insanın özünün kilokalorisi var. Yəni sizin, mənim gündəlik 1 kilokalori enerji yandırırıq. İstər bu oruçluqda olsun, istər normal həyatımızda. Bu enerjini biz almalıyıq ki, metabolizmanı zəiflətməyək. Səhər sahura durmayan insanlar öz metabolizmasını zəiflədir. Artıq orqanizm bir rejimə gəlir ki, mən qida qəbul eləmirəm, qıtlıq dönəminə keçid etdim və artıq mübadilə zəifləməlidir. Və mübadilə zəifləyəndə istərsəmiz həmin insanlar daha çox kökəlməyə meyilli olur. Səhər-səhər sahur eləməyən insanlarda axşam o enerji hipoglikemiya yaşayır, enerji düşüklüyü yaşayır və yeməyə görəndə dərhal çiynəmədən yeməyə qəbul edir və bu insanlarda həzm problemi də yaşayır. Köpü olur insanlarda, narahatçılıqlar başlayır və həmin insanlar daha tez kökəlir. Yəni balanssız qidalandığı üçün, yəni oruç tutsaq da 12 saat fasilə versək də mütləq balanslı olmalıdır. Ona görə həmin insanlar kökəlirlər. Yəni məsləhət olunmur, mütləq heç olmasa biraz da olsa qida qəbul etməlidirlər. Aha. Karbohidratlardan danışdınız. Mən xüsusi istəyərdim ki, sahurda hansı karbohidratları qəbul etməliyik? Və bu bizə təbii ki, daha tox qalmamıza kömək edər. İlk öncə onu vurğulaya bilərəm ki, işləm görmüş qidalardan uzaq dururuq. O sahurda və yaxud da ki, iftarda olsun. Sahurda qəbul edəcəyimiz karbohidratlar ən çox mürəkkəb karbohidratlardır. Bunlar tam taxıllı çörək ola bilər. Bir çörəklə tost eləsəz, burada liflərlə zəngin olduğu üçün tərkibində həm bunlar mədəmizdə gedib şişirlər, mədəmizdə onların atılım çıxması gecikir, yubanır. Buna görə biz özümüzü tox tuturuq və bağırsaqlarımızda hərəkəti zəif olduğuna görə, yəni uzun müddət bizi tox saxlaya bilir bu mürəkkəb karbohidratlar. Ona görə məsləhət edirik, əgər sahura siz durmusunuzsa 1-2 yumurta, yəni protein mənbəyidir. Bəzən bir dönəm var idi, yumurtaya qarşı çox böyük antireklama kimi insanları qorxutlar, xolesterini yüksəldir. Yox, yumurtadan qorxmaq lazım deyil. Yumurta gözəl, ideal həm yağ, həm də protein mənbəyidir. Yumurtadan istifadə edə bilərsiniz. Burada kərə yağından istifadə edə bilərsiniz. Zeytundan istifadə edə bilərsiniz. Zeytun özü də həm yağla zəngin, həm də liflərlə zəngindir. Bir də Şükran xanım, bu ədviyyatları da mütləq şəkildə qeyd edin də Bəli. zəhmət olmasa. Duzlu məsələn qidalar necə təsir edə bilər? Biz məsələn mənim şəxsi fikrimi götürsək, mən işləm görmüş duzları yox, qaya duzu dediyimiz duzu istifadə edirəm və tövsiyə olunan da odur ki, qaya duzu işləm görməmiş duz. Nə qədər yodlaşdırılmışdı, bilirəm ki, bizdə o çox böyük endemik region olduğumuza görə duzumuz yodlaşdırılır. Yəni yodu oradan da ala bilərik, başqa yerdən, amma qaya duzu daha məsləhət olunur ki, duzdan istifadə olunsun. Lakin hər şeyin porsiyasına uyğun, yəni ifrata qaçmamaqla gündəlik biz qaya duzundan istifadə ediriksə, müəyyən bir bu hardasa normal insan üçün 5 qramdır. Əgər hipertonikdirsə bu biraz aşağı düşür, hardasa 3 qrama qədər və bəzi insanlarda isə 1 qrama qədər yendirə bilirik duzu. Yəni bu formada qəbul eləmək, amma acılıdır, çox istiyotlu qidalarda, yeməklərdən uzaq durmaq lazımdır. Bunlar mədələrdə problemlər yaradır. Gün ərzində həm də susuzluq hissi insanlarda yaşadır. Amma qaya duzunda o problem yaşamırıq. Bəzən limon da sıxırlar qidanın üzərinə. Bəli, bu C vitaminidir. Məsələn, əgər ət məhsulu yeyiriksə və C vitamini dəmirin əmilməsinə çox yaxşı təsir göstərdiyinə görə limonla qəbul eləyəndə bu daha yaxşı sorulma baş verir. Əridir sanki. Yağ, əgər xolesterin varsa. Xolesterin o bir başqa bir, yəni o həzmi sürətləndirir, mədənin turşuluğunu artırır limonun özü və turşuluq mədədə yuxarı olduqda daha həzm prosesi gedir. Tutaq ki, deyək, məsələn, yağlı bir ət yeyirlərsə, bu zaman limon sıxanda daha rahat bir həzm olunur bu. Sırf turşuluğu artırdığımıza görə mədənin turşuluğunu artırırıq və mədə artıq turş mühitdə ətlər daha tez parçalanır və bağırsaqlardan daha tez xaric olduğuna görə biz burada onu vurğuluyuruq ki, həzmi rahatlaşdırır insanlar. Bir də ən əsas vurğulayın ki, məsələn, neçə çeşid yemək olar yemək iftarda?
3 çeşiddən artıq kombinasiya pozulur, bir-birinə zidd olan yeməklər gəlir. Bir şorba yeyirik, salat yeyirik və ana yeməyi yeyirik. Və bunu ara-ara verə-verə. Bəli, ara-ara. Əgər biz bura 4-cü yeməyə qatırıqsa, mütləq bu 3 yeməkdən birinə zidd olub onların sorulmasına təsir göstərəcək, onların bloklayacaq sorulmasına. Ona görə qida seçimində də nəzarət eləməlisiniz. Əgər siz ət yeyirsinizsə, ətin yanında qatıq yeməməlisiniz. Çünki ağartı məhsulları dəmirin sorulmasını, kalsi dəmirin sorulmasının qarşısını alır. Bir də aydınlıq gətirək. Qatıqdır, icazə vermirsiniz. Ayran bəs? Çünki Ayran bəzən iftar menyolarında ayran xüsusi bir yer tutur. Hələ ət yeməklərinin yanında. Düz deyil. Ümumiyyətlə bunların qəbulu düz süddür, ayrandır, qatıqdır, pendirdir. Bunlar kalsiumdan zəngin olduğuna görə dəmirin əmilməsinə təsir göstərir, bloklayır və ona görə də bizim əhalidə çaydır, kofedir, bunlar da tərkib baxımından eyni funksiyanı görürlər. Ona görə bizdə dəmir defisiti çox görsənir. Ayranı içə bilərik ən azından 1 saat sonra. 1 saat sonra o da duzsuz ayrana üstünlük verməliyik ki, duz orqanizmdə su toplayır, ödemləşmə ola bilər və yaxud da daha tez susuzlaşa bilər insanlar. Ona görə o fasilələri gözləmək ən gözəli qida ilə biz məsləhət edirik içməyin. Amma 1 stəkan suyu içə bilərsiniz. Daha gözəl həzm istəyirsinizsə 1 stəkan suya yarım limon və ya 1 limon suyunu sıxır, onu içə bilərsiniz. O mədə turşuluğunu, adi su mədə turşuluğunu aça bilər, alkalik formaya gətirə bilər. Amma limon suyu ilə içdikdə artıq o mədə turşusunu artırdığımıza görə həzm prosesi də yaxşı gedər. Amma yəni bu şirələr olsun, kompotlar olsun, onları artıq iftardan bir müddət sonra qəbul etməyə başlasanız daha faydalarını görərsiniz. Bir sualım da olacaq, sonra reklamlar bizi gözləyir. Səhər sahurda yeməyə, daha doğrusu meyvəyə deyəsən icazə vermədiniz. Məsləhət eləmirik. Bəli, məsləhət vermədiniz və axşam iftarda meyvə nə zaman yeyilməlidir? Axşam iftarda qida qəbulunu elədik 1 saat, saat yarımdan sonra. Səhər hansı meyvələrə üstünlük verə bilərik? Bu yüksək glikemik indeksi olan meyvələr götürək də. Məsələn, bu banan olsun, şirin meyvələri, məsələn, iftardan qəbul eləyə bilərsiniz səhər. Amma yenə də çərəzlə qəbul eləyə bilərsiniz. Çox miqdarda olmamaq şərti ilə çərəzlə qəbul eləyə bilərsiniz. Amma yəni böyük boşqabda məsləhətəm onu axşama. Axşam yenə çərəzlə 1 saat, saat yarım qidalamamızdan sonra tükətə bilərsiniz. Belə bir balaca ara veririk proqramımıza. Çünki Ramazanda sağlam qidalanma ilə bağlı Şükran xanım Sədrova birazdan bizə danışmaqda davam edəcək. Reklamlar bizi gözləyir. Daha sonra sağlam xəbərə qulaq asacağıq. Söhbətimiz öz axarı ilə davam edir və xatırladıram ki, bugün biz sağlam qidalanmadan danışırıq. Xüsusən Ramazanda sağlam qidalanma necə olmalıdır? Bunu bizə həkim nutrisioloq Andov məzunu Şükran Sədrova izah eləyir, deyir və biz 2-ci saatdayıq artıq. Bu arada bir neçə dəqiqədən sonra iftar vaxtıdır. Allah Taala hər bir kəsin orucunu qəbul etsin deyirik və sağlam qidalanma ilə bağlı mövzumuzu davam etdiririk. Bir sualım olacaq sizə Şükran xanım. Oruc zamanı bəs maddələr mübadiləsini qorumaq üçün biz nə edə bilərik? Biz balanslı qidalanmalıyıq. Əgər biz istəyiriksə, maddələr mübadiləmiz normal öz sürəti ilə davam eləsin, öz axınında olsun. Bunun üçün balanslı qidalanmalıyıq. Yəni öz orqanizmamıza lazım olan kilokaloriyadan aşağı qidalanma etməməliyik, mübadiləni zəiflətməməliyik və uzun müddət biz orucuq deyə aktiv həyatımızdan geri qalmamalıyıq. Yəni bütün günü yatmamalıyıq. Bunların hamısı maddələr mübadiləsini zəiflədir və ya səhər-səhər az öncə vurğuladıq, sahurda durmamağın özü maddələr mübadiləsini zəiflədən bir proseslərdən biridir. Yemək orucam gün ərzində aktiv deyiləm, yuxu rejiminə keçir. Bunların hamısı maddələr mübadiləsini zəiflədir. Ona görə proteinimizi, yağımızı, karbohidratımızı, bunların hamısını balanslı formada qəbul etməliyik ki, mübadilə zəifləməsin və bəzən olur insanlar öz orqanizmlarından çox aşağı qidalanır. Hərçənd ki, bəziləri çox qidalanır, bəzən isə çox aşağı qidalanırıq. Yəni kilokalori baxımından tam yağsız formada nə qədər biz aşağı yağlı, bu sağlam yağlardan söhbət gedir. Yəni doymamış yağlardan söhbət
müddət gedir. Onları nə qədər biz çox qəbul eləsək, mübadiləmiz bir o qədər də yaxşı olar. Proteindir, karbohidratdır. Bu karbohidrat da, yəni mürəkkəb karbohidratı nəzərdə saxlayırıq. Bunları qəbul eləsək, mübadiləmiz normal, yəni zəifləmədən biz Ramazan ayını başa vura bilərik. Bəs sahurda o tövsiyə olunan proteinlər, üzr istəyirəm. Biz biraz danışdıq yumurta ilə bağlı, amma başqa məsələn proteinlər hansılarıdır ki, onlara üstünlük verək? Biz burada işləm görməyən, ən əsası bəzi insanlar işləm görmüş ət məhsullarından istifadə eləyir. Biz bunları məsləhət eləmirik. Axşamdan əgər protein qəbul eləmək istəyirsinizsə yumurtadan başqa ət məhsulu da qəbul eləyə bilərsiniz və yaxud da ki, lobiya olsun, noxud olsun, bunların soyutmalarını qəbul eləyə bilərsiniz. Bir çox bu English breakfast dedikləri ingilislərin səhər yeməyi var ki, orada lobiyadır, noxuddur, mütləq olur hər zaman. Yəni bu formada qəbul eləyə bilərsiniz. Az duzlu pendirdən istifadə eləyə bilərsiniz, kəsmikdən istifadə eləyə bilərsiniz. Necə? Az duzlu. Bəli, az duzlu. Ümumiyyətlə pendir suzudur. Məsələn, axşamdan qoya bilərsiniz suya, səhər-səhər onu istifadə eləyə bilərsiniz ki, bu sizi susuzlaşdırmasın və yaxud da ki, kəsmikdən yüksək yağlıqlı, 9-10% yağlılıqlı kəsmikdən istifadə eləyə bilərsiniz ki, bunlar sizin protein mənbəyiniz kimi istifadə eləyə bilərsiniz. Birdən çox yemək yemək bəs necə təsir edər bizə? Çox mənfi təsir eləyir və çox təəssüf hissidir ki, yəni insanlar birdən-birə həqiqətən acıdır və o hipoglikemiya düşdüyünə görə insanlar birdən-birə orqanizm enerji tələb elədiyinə görə birdən-birə yeməklərə başlayırlar. Bu vurğuladığımız o fasilələri gözləmədən dərhal ana yeməyə keçid eləyirlər və bu zaman mədə şirəsinin yetərincə ifraz olunmadığına görə qida həzmi getmir və həzm getmədiyinə görə insanlar artıq müəyyən müddət qəbul edəndən sonra mədədə şişkinlik ola bilər. Mədədə narahatçılıqlar baş verir. Yəni insan deyir mədə qıcqırması deyirik. Bu ezofagal çox üzr istəyirəm. Reflü əmələ gəlir ki, yəni ürək bulanma kimi. Yox, ürək bulanma qıcqırma deyirik. Bu mədə turşusunun qida borusuna sıçraması olur. Yəni mədə dolur, çox yeyirik və bunun sayəsində bu proseslər baş verir və yaxud da həzmsizlik başlayır ki, insan birdən-birə çox qəbul elədiyinə görə həzm prosesi ləngiyir. Və bu narahatçılıqlar köp olur, bəzən şişkinlik insan deyir ki, yeyəndən sonra şişkinlik hissi yaşadım. Yəni bunların qarşısını almaq üçün tədricən orqanizmi oyadaraq bu qidaları yeməliyik. Bəzən insanlar olur ki, qəbul edir qidanı, dərhal hiss edir ki, yuxusu gəlməyə başlayıb, halsızlaşır insanlar. Bunların hamısı hipoglikemiya olur ilk etapda. Biz qidanı dərhal qəbul eləyəndə tədricən biz qanda şəkərin miqdarını qaldırmağa çalışırıq. Yəni bu etapların hamısı şəkərin tədricən qalxmasındadır. Amma birdən-birə qida qəbul eləyəndə şəkər dərhal yüksəklərə qalxır və insan hüceyrələr onu sora bilmir, onu çatdırıb insulin ifrazı çatdırmır və hüceyrələr bu qlikozanı qəbul edə bilmədiyinə görə orqanizm insanda halsızlıq baş verir, baş ağrısı bəzi insanlarda olur. Yəni bunun qarşısını almaq üçün vurur. İftardan sonra sanki elə bir hər kəsdə yorğunluq çox düzgün vurğulayırsınız ki, elə bir yuxu gəlir insana bir müddət. Bəli, ona görə onu yaşamamaq üçün tədricən bir xurma ilə açırıq, sonra şorba ilə açırıq, daha sonra ana yeməyə keçid edirik, salatla davam edirik ki, salat və ana yeməyə yanında yeyirik ki, bu proses yaşanmasın. Yəni birdən-birə hiperglikemiyaya gəlib çıxmayaq. Və ən gözəl bir hallar bunlar olar ki, qida qəbulların arasında fasilələr 15-20 dəqiqəlik fasiləni verib sonra ana yeməyi yeyirik. Sonra yenə müəyyən bir müddət fasilə verməliyik ki, bu proses həzm prosesi az da olsa həzm prosesi getsin. Yəni bir dənə o nüansı vurğulayım ki, əgər biz məsələn götürsək bir ət qidasını yeyirik dərhal, bu ət qidası 4-6 saata ətin özü 4-6 saata həzmi gedir. Biz tövsiyə olunan, iftarda tövsiyə olunan protein mənbəyi toyuq, balıq,
ət məhsulunu çox az məsləhət görür. Çünki 4-6 saata həzm gedir. Yəni bu gəlir artıq elə bir dönəmə gəlir düşür ki, mədəni, mədalaltı vəznin ifrazını, hormonların ifrazını zəiflədiyi bir dönəmdə artıq axşam dönəmi. Ona görə toyuğun özü 2-3 saata həzm olunur. Yumurta 1-2 saata həzm olunur. Balıq 1 saat, yarım 2 saata həzm prosesi getdiyinə görə yüngül protein mənbələrindən istifadə, bitki tərkibli proteinlərdən məsələn əgər probleminiz yoxdursa çox gözəl tükədə bilərsiniz. Bunlar da 1 saat, yarım 2 saata həzm prosesi gedir və o ağırlıq hissini insanlar hiss eləmir. Yəni ən çox hiss elədiyimiz bu ət məhsullarını tükətdiyimiz zamanlarda, yüksək miqdarda karbohidratları tükətdiyimiz zaman halsızlıq hissi yaşayırıq. Biz dinləyicilərimizə sual vermişik ki, onlar Ramazan ayında sağlam qidalama ilə bağlı nəyi bilmək istəyirlər? Ümumiyyətlə suallar çox gəlib. Hal-hazırda diqqət yetirirəm. Dinləyicimiz soruşur ki, iftarda yeməkdən sonra şirniyyatdan uzaq durmaq necə kömək edir? Mən elə buradan qaynaqlanaraq sual vermək istəyirəm Şükran xanım. Bizim qidalanmamızda şirniyyat hansı yerdə dayanmalıdır? Ümumiyyətlə desəz bir nutrisiolog kimi sağlam şirniyyatı, sağlam desertı məsləhət eləyərik. Amma bu vurğuladıq ki, bayram bayrama qarışıbdır. Novruz bayramının şəkər burasız, paxlavasız, yəni yemədən də olmur. Porsiyalarımızı azaldaraq yeməkdən 1 saat, yarım 2 saatdan sonra yeyə bilərik. Amma az porsiyada bir dəfəmə 5 dənə, 3 dənə paxlava yox, 1 dənə paxlava və yaxud da ki, yarım şəkər bura qəbul edə bilər. Çünki 1 dənə paxlava 250-300 kilokalori enerjidir. Yəni biz burada eləyə bilərik. Əlbəttə biz əgər şəkər buranı tam taxıllı undan bişiririksə, burada faydalı yağlar, təmiz kərə yağından istifadə ediriksə, qozu, fındığı istifadə edib şəkəri azaldırıqsa, bəli, burada yeyə bilərik. Bir bütövünü yeyə bilərik. Burada tam taxıllı undan, yəni liflə zəngin qidaları qəbul edirik. Amma günümüzdə biz gözəl olsun, yaraşıqlı olsun deyənə ağ undan, işləm görmüş undan istifadə elədiyimizə görə biraz o problem yaradır bizə ki, biz bir dəfəmə 250-300 kilokalori enerji alırıq bir dənə paxlavadan, bir dənə şəkər buradan. Bunları nəzərdən keçirtməliyik. Amma desert yemək istəyirsinizsə, daha sağlam çeşidlərdən istifadə edə bilərsiniz. Onları da qarşıda vurğulayaram hansılarda istəsəz. Amma bu qidaları qəbul etdikdən sonra bəzən həzm problemlərimiz də yaranır. Bunların olmaması üçün hansı qidalardan məsələn uzaq durmaq mütləqdir? Vurğuladım, xəmir yeməklərini ümumiyyətlə rasiondan çıxartsaq iftarda çox gözəl olar. Yəni bunları çıxartmalıyıq. Bu ağır ət məhsullarını çıxartmalıyıq. Daha çox tərəvəz yönümlü, daha çox yüngül proteinlərdən üstünlük verməliyik, şorbalardan və şorbalar da tam taxıllı undan eləyirsinizsə şorbalarınızı, bəli, bu çox rahat olar, həzmi də yaxşılaşdırar insanlarda. Amma ağ un dediyimiz, yəni bu işləm görmüş undan, işləm görmüş məhsullardan uzaq dursaz, həzm problemi yaşamaz. Əgər həzm problemi qida qəbulundan sonra baş verirsə, burada bir xörək qaşığı zəncəfil, isti suya zəncəfil, limon, yarım limon sıxıb, darçın sıxıb bu həzmsizlik problemində, əgər sırf qidaya bağlıdırsa, bu probleminiz, şişkinliyiniz, bunu aradan götürə bilərsiniz bu formada və yaxud da ki, qida qəbulundan sonra o halsızlığı yaşamamaq üçün uzanmırıq, şaquli istiqamətdə dururuq və yaxud da açıq havada müəyyən bir yürüyüşlər eləyirik. Yəni bunları da nəzərdən keçirtməliyik ki, o şişkinlik hissi olmasın. Mədə problemlərindən danışanda həm də mədə yanğısını da nəzərdə tutdum deyə. Bax bundan uzaq durmaq üçün məsələn hansı qidalar mədə yanğısı yarada bilər? Məsələn, mədə yanğısı o zaman ola bilər ki, turşuluq artdıqda, mədə turşuluğu çox birdən-birə vurğuladığı bəyəxlər, birdən-birə çox qəbul edirik, birdən-birə düşürük, böyük porsiya ət yeyirik. Bunun özü mədə turşuluğunu artıra bilər. Pomidor yarada bilər. Pomidor. Əgər sizin mədəvinizdə mədə turşuluğu çoxalıbsa, mədəvinizdə helikobakteri varsa və yaxud da mədəvinizin mikroflorası pozulub, mədədə mikroflora pozulubdursa, bəli, bunların hamısı yarada bilər. Artıq orada siz öz həkiminizə müraciət etməlisiniz ki, mən qida qəbulundan sonra dərhal mədədə reflü hiss eləyirəm. Yəni qida borusunun, mədə şirəsinin qida borusuna sıçraması olur. Yəni o hissi yaşayıram və yaxud da ki, mədədə başqa ağrı hissələr varsa, bunlar mütləq həkim məsləhəti ilə olunmalıdır. Və
bu cür əgər qastritiniz varsa, mədədə problem varsa, bu insanlara tibbi baxımdan göstəriş deyil oruc tutulması. Onlardan o nüansların mütləq nəzərdən keçirilməlidir. Aydındır. Suallarımız var. Mən xatırladım ki, dinləyicilərimizə siz də yaza bilərsiniz. Ramazan ayında sağlam qidalanma haqqında tövsiyələri bizə hal-hazırda həkim nutrisioloq, Andop məzunu Şükran Sədrova verir və oruc tutarkən susuzluğun qarşısını almaq üçün bəs nə edə bilərik? İlk öncə biz sahura duranda 1 stəkan su içməliyik. Sahurda biz 2-3 stəkan su tükətməliyik. Yəni bu gündəlik səhərdən axşama qədər olan bir periodun suyunu və burada tərəvəzlərə üstünlük verməliyik. Məsələn, səhər-səhər boşqabımızda kəsmik yeyirik, pendir yeyirik, yumurtamızı yeyirik və yaxud da ət məhsullarından, paxlallardan nəsə yeyiriksə, bunun yanında mütləq bir kahının, bir-iki yarpaq kahı olsa, xiyar olsa, pomidor olsa çox gözəl olar. Liflə zəngindirlər, su ilə zəngin olan meyvələrdir, tərəvəzlərdir, üzr istəyirəm. Yəni bunu istifadə eləsəz çox faydalı olar. Axşam gəldikdə isə axşam 1 stəkan və ya 2 stəkan ilıq su ilə yenə vurğulayıram. İftarımızı açdıqdan sonra bu hardasa 8-10 stəkan suyu sahura qədər içib tükətməliyik. Yəni yuxuya gedənə qədər içib tükətməliyik ki, orqanizmamız susuzlaşmasın. Və burada suyun əgər çatmırıqsa o qədər, burada meyvələrdən su ilə zəngin bu avokado, çox üzr istəyirəm, ananas olsun, alma olsun, bu indi sezon deyil, qarpızın özüdür, tərəvəzlərdən kahı olsun, kərəviz olsun, xiyar olsun, bunlar su ilə, balqabaq olsun, bunlar susuzluğu yatırır. Bəli, su ilə zəngin olduğuna görə bu cür tərəvəzləri biz qəbul edəndə susuzluq hissimizi cüzi də olsa qarşılamış olur. Yəni gün ərzində əgər siz məsələn gəldiniz 6 stəkan suyu tükədə bildiniz və qalanı qaldısa, siz bu cür tərəvəzləri yeyərək də o balansı tamlaşdıra bilərsiniz. Yəni ona görə gün ərzində çalışın, Ramazan olmasına baxmayaraq 2 litrlik suyumuzu bölüşərək tükədin və bu Ramazan ayında biz ən çox susuzluğu qarşısını almaq üçün kafeindən uzaq durmalıyıq. Yəni bu kafeinin özü orqanizmdə özü sidik ovucu təsiri var kafeinin, bilirsiniz ki, bunda suyu orqanizmdən çıxardır və bu cür qidaların, bu cür içkilərin uzaq durulması, daha sonra qazlı içkilərin, məsələn qazlı içkiləri içdikcə biz orqanizmamız tələb eləyir. Nəyə görə? Onlar bizim orqanizmamızda su saxladıqlarına görə, yanğı hissi verdiyinə görə daha çox su istəyir və susuzluq hissi yaranır. Bunlardan uzaq dursaq biz Ramazan ayında susuzluğumuzu tamamilə gidərmiş olaraq. Bəli, düşünək ki, iftar açmışıq, qidalarımızı yemişik, şorbamızı içmişik, amma burada həm də desert bizi gözləyəcək. Bu zaman nə etməliyik? Hansı desertlərə üstünlük verməliyik? Sağlam qidalamadan danışırıqsa, yəqin ki, Şükran xanım, bunu da nəzərə alacaqsınız. Bəli. Bunu birazdan deyərsiniz bizə. Aha. Hal-hazırda reklamlar, ardıca sağlam xəbərə qulaq asacağıq. Biz söhbətimizi davam etdiririk və bu arada xatırladım ki, Ramazanda sağlam qidalanma necə olmalıdır? Bu haqda danışan həkim nutrisioloq Andop məzunu Şükran Sədrovadır və biz qalmışdıq o yerdə ki, biz artıq şorbamızı yemişik, digər isti yeməyimizi də yemişik və artıq desertə keçmək zamanıdır. Hansı desertlər bizə yaxşı təsir göstərə bilər? Və ümumiyyətlə desertə nə daxildir? Sağlam deserti Ramazanda çoxdur, çeşidləri çoxdur. Əgər istəsək sağlam desert də hazırlayıb yeyə bilərik. Burada olsun, məsələn, xurma topları deyirlər, çərəz topları deyirlər, xurmadır, çərəzlərdən qataraq, toxumlardan qataraq toplar hazırlayıb onlardan istifadə edə bilərik. Digər bir hallarda tam taxıllı undan alınmış, balla hazırlanmış, məsələn, şirniyyatlar bişirə bilərik ev şəraitində və yaxud da ki, cheesecake deyirik, bunun tərkibində ən azından proteinlə zəngin desertdir. Burada məsələn emal olmuş şəkəri çıxardıb onun yerinə meyvə qatıb istifadə edə bilərik. Digər bir pudinglər edə bilərik, çox gözəl qatıqla və ya südlə
siya toxumu olsun, kətan toxumu üyüdüb tökə bilərik ki, bunlar müəyyən müddət saxlayırıq, suda şişir. Sonra burada kofe əlavə edə bilərik, kakao əlavə edə bilərik, o zövqə görə və yaxud da ki, darçın əlavə eləyib, meyvələrdən doğrayıb desert formasında istifadə edə bilərik. Desert çoxdur, çeşid çoxdur. Əgər insanlar çox cüzi bir cəhd göstərsələr, sağlam bir formada da desertlər əldə edə bilərik. Hətta bizim bu milli mətbəximizə uyğun olan bu şirniyyatlarımızı belə tam sağlam formada hazırlayıb, biz görünüşə də deyil, keyfiyyətə daha çox üstünlük versə, hazırlayıb onları da tüketmək olar. Dietik bir şəkil salmaq olar onlarda. Dietik, bəli, hər bir şeyi, yəni o artıq bizim o beynimizin fantaziyalarına uyğun olaraq formalaşdıra bilərik. Amma bu sadaladığım qidaların hamısı oruc iftardan sonra rahatlıqla, ağırlıq hissi vermədən, dərhal şəkərimizi qaldırmadan çox rahatlıqla istifadə edə bilərik. Biz bu pudingləri sahurda da istifadə edə bilərik. Südlə, qatıqla olan o siya toxumu, proteinlə zəngin, omega 3 yağ turşusuna zəngin olan toxumlardır. Kətan toxumu olsun. Bunları biz süddə və ya suda səhər-səhər isladıb, bura yulaf da əlavə edə bilərik. Onları isladıb, üzərinə az öncə vurğuladıq meyvələr ki, sahurda yeyə bilərik və yaxud da ki, tükədə bilərik. O meyvələrdən 1-2 dilim o üzərinə tökə bilərik. Üzərini darçınla, kofe ilə və yaxud da ki, biz kakao ilə tamamlandırıb qəbul eləyə bilərik desertlərimizi. Bir də veriliş başlanandan ümumiyyətlə bu barədə danışırıq, sağlam qidalanma və s. və beynimdə dolaşdırıram ki, bu sualı verəcəm ki, kimə məsələn oruc tutmaq olmaz, icazə verilmir məsələn? Ağır xroniki xəstəliyi olan insanlara oruc tutmaq məsləhət görülmür. Hamilə qadınlara, süd verən analara, bəzən olur ki, anaların evdə körpə uşaqları var, enerji 2 dəfəm artıq o uşaqlara sərf elədiyi üçün, məsələn, çox aktiv olur o analar, körpə uşaqları olan analar tövsiyə olunmur. Uşaqlar 12-13 yaşına qədər olan uşaqlar tuta bilərlər. Vurğulayım ki, oruc çox gözəl bir şeydir. Orqanizmamızda autofagiya deyilən bir prosesi formalaşdırır. Yəni vurğuladıq ki, bərpa prosesi gedir. Uşaq ki, istəyən 1 gün, 2 gün və yaxud da günün bir müəyyən bir saatını oruc kimi qala bilər. Amma yəni uzun müddətli məsləhət görmür və hətta o uşaqlara... Çünki uşaqların həqiqətən bəzilərində xüsusi bir istəyi olur. Mən də tutmaq istəyirəm. Hətta valideynlər deyir ki, uşaqlar üçün günortaya qədər məsələn icazə verilir də. Bir təhər onları həm də küstürməmək üçün bunu edirlər. Özlərinin tanıma prosesi başlayır ki, uşaqların bir fərd kimi formalaşmağa başlayır və onlar istəyirlər. Yəni onları ya günün vurğuladığımız kimi müəyyən bir saatına və yaxud da ki, həftədə bir dəfə tuta bilərlər, əgər saxlayır. Amma tövsiyə uzun müddətli tövsiyə olunmur. Çünki onlar uşaq orqanizması böyüyən orqanizmdir. Onların proteinə, yağa, karbohidrata ehtiyacı bizdən çoxdur. Yəni biz götürsək ki, 11 yaşında uşaq, qız uşağı 2000-2500 kilokaloriya qədər enerji lazımdır. Yəni normal yetişkin insanla bərabər buna kalori lazımdırsa, yəni onu biz qısıtlaya bilməyəcəyik. Çünki onun böyümə prosesi var. Ona görə məsləhət görmürük. Şükran xanım, siz bayaq xəstəliklərin adını çəkdiniz. Dediniz ki, məsələn, bu xəstəlikləri keçirən insanlara tövsiyə olunmur. Hətta bunların arasında şəkərli diabet xəstələri də var, amma onların da ürəyindən keçir. Əslində biz ona görə sizdən soruşmaq istəyirik. Ramazanda bəs onlar necə qidalansınlar və deməli şəkərli diabet xəstələrindən yanaşı həm də yüksək təsiri olan insanlar? Şəkərli diabetdə, birinci tip şəkərli diabetdə bu insulindən asılı olandır. Biz onu ümumiyyətlə tövsiyə eləmirik. Bu şəkərin təsirinə görə. Əgər şəkər pre-diabet dediyimiz insulin dirənci olmuş insanlardırsa, bunlara çox gözəl faydalı olur. Və orta yüngüllükdə olan şəkərlərə də çox faydalıdır. İndi izah edəcəm onları. Amma ağır şəkərli diabetlərdə məsləhət olunmur. Yüngül pre-diabetik və yaxud da ki, yüngül dərəcəli şəkərli diabeti nəyə görə məsləhət eləyirik? Şəkər nəyə görə əmələ gəlir? Orqanizmamızın insulini tanımaması, insulinə rezistentlik əmələ gəlir orqanizmamızda. Şəkərli biz bu insanlar daimi qidalanırıq, hüceyrələrimiz daimi qlukozanı
görür, qəbul edir, insulin ifraz olunur və insulini artıq tanımamağa başlayır. Əgər bu reseptor səviyyəsində problem yoxdursa, sadəcə qidalanmaya bağlı problemlərdirsə, pre-şəkərdə ən çox bu formalaşır. Onda orqanizm uzun müddətdə ac qaldığına görə insulin ifrazı da dayanır və insulin uzun müddətdən sonra iftarda ifraz olunanda hüceyrələr o insulini tanımağa başlayır və qəbul edir. Çünki orqanizmada qlikoza olmadığına görə dərhal qəbul edir. Bu cür şəkərli diabetlərdə çox gözəl fayda görürük və burada qida rasionuna fikir verməlidir şəkərli diabetlər ki, karbohidrat yönümlü yox, daha çox məsələn mürəkkəb karbohidratı məsləhət eləyirik, amma daha çox meyvə tərəvəzdən aldığımız mürəkkəb karbohidratı məsləhət görürük. Yağlardan istifadəsini məsləhət görürük ki, sağlam yağlar, omega 3 yağ turşularına, çərəzlərdən və yaxud da ki, tumlardan istifadəsi məsləhət görürük, protein məsləhət görürük. Burada proteini də növlərinə bölə bilər ki, məsələn, bitkisə, həftənin müəyyən günləri bitkisə, proteinləri qəbul eləsinə müəyyən müddəti heyvan mənşəli. Ümumiyyətlə, Ramazan ayında ət, sırf qırmızı ətdən söhbət gedirsə, daha az tükətməyi məsləhət edirik ki, bu axşam vaxtına düşdüyünə görə bunlarda çox gözəl nəticə görürük. Amma ağır artıq şəkərli diabetdirsə, bunu tövsiyə eləmirik. Hipoglikemiya gəlib düşə bilər. Hiperglikemiya elə bir prosesdir ki, hiperglikemiyanı dərhal sala bilirik. Dərhal xəstəni situasiyadan çıxarda bilirik. Amma hipoglikemiya olduqda bunun vəziyyətdən çıxmasında biraz çətinlik çəkirik. Ona görə ona diqqət eləmək lazımdır. Yəni insanlarımız da maariflənmə çox gözəl prosesdə gedir. Maariflənirlər, həqiqətən çox gözəl bir şeydir. Amma bəzi insanlarımız heç bir dəfə ildə şəkərini yoxlatmır. Heç bilmir ki, bu insanda şəkər var yoxsa yox və onlarla oruç tutduğu zaman oruçluğu iftar vaxtı çox böyük əsmələr, hipoglikemiya gəlib düşürlər. Yəni bunları müşahidə eləyirik. Bunlara çox ziyandır. Yəni onlar bildiyi halda düzgün, balanslı qidalansa, iftarda, sahurda düzgün qidalansa bu proseslər yaşanmaz. Digəri isə gəldikdə bu yüksək təzyiqi olan insanlar da su balansına fikir verməlidirlər. Yəni bunlarda su, duz balansı düzgün olmalıdır. Yağlardan, məsələn, doymamış yağlardan, burada kərə yağından biraz uzaq dursalar, ağır qidalardan uzaq dursalar, su tutan qidalardan istifadə etməsələr. Yəni burada az öncə vurğuladım, duzsuz pendir. Yəni bunlar duzsuz pendirdən də az istifadə edə bilərlər. Duzun qəbulunu da azaltmalıdırlar. Zeytunu, əgər çox zeytun həqiqətən sevirlərsə, onu suya qoyub onun duzunu çıxartdıqdan sonra qəbul eləsələr, problem yaşanmaz. Əgər bu, yenə də vurğularım, ağır formada hər hansısa bir xroniki proses varsa, ağır formada o tövsiyə olunmur tibbi nöqteyi nəzərdən də. Amma yüngül formadadırsa, onların çox gözəl nəticəsini görürük. Sırf o autofagiya dediyimiz hüceyrələr hormonların sintezində zəifləməyə görə maddələrin mübadiləsi sürətlənir. Orqanizmamızda artıq biz glikozadan əgər enerji alırıqsa, bu oruçluq dönəmdə biz gəlirik yağdan artıq lipoliz prosesindən enerji alırıq və bu orqanizmamızda olan o artıq yağların hamısının parçalanması hesabına biz bu enerjini aldığımıza görə çox gözəl təsir göstərir yüngül və orta dərəcəli xəstəliklərdə. Bir sualım da olacaq sizə. Bu arıqlamaq istəyənlər üçün də mənə gəlir ki, bu Ramazanda xüsusi bir menyu tərtib olunmalıdır. Onlar necə qidalanmalıdırlar məsələn? Onlar biz daha çox üstünlük verərdik ki, məsələn, karbohidratdan uzaq dursalar, yəni axşam ağır qidalar qəbul etməsələr, karbohidrat yönümlü ümumiyyətlə götürsə, karbohidrat elə bir qidadır ki, biz yedikdə dərhal parçalanır, müəyyən bir hissəsi qaraciyərimizdə, müəyyən bir hissəsi isə əzələmizdə toparlanır. Əgər biz bunu enerji olaraq istifadə eləmiriksə, bu artıq pi formasında qalır bizdə. Ona görə qidalandınız, qidalanmadan sonra aktiv olmaq lazımdır. Dərhal yatmamaq, uzanmamaq, yəni bu hallardan və bir də böyük porsiyalarda yox, kiçik porsiyalarda qidalansanız kökəlmə verməyəcək. İşləm görmüş karbohidratlardan, yəni veriliş başlayandan vurğulayıram, bu ağ undur, paketlənmiş qidalardır. Burada şəkər, ağ şəkərdir. Bunlardan uzaq dursaq, yəni təbii yolla biz yediyimiz qidaları o qədər də çəki verməz. Bir də glikemik indeksə nəzər yetirmək lazımdır ki, bu qanda şəkərin yediyimiz qidanın
bir müəyyən bir müddətə qanda saxlama, şəkəri yüksək miqdarda saxlaması. Yəni hipoglikemik indeksli qidalar, yəni 55-dən aşağı olan qidalara seçim etsək daha yaxşı olar. Yəni bunu məsələn tərəvəzlərdən istifadə edəndə bunlar aşağı hipoglikemik indeksli qidalardır. Elə tərəvəzlərə gəlincə vitaminlərlə bir də yadıma düşmüşkən qoy sual verim. Vitamin bir də minerallar əksikliyi yaşanarsa bunun qarşısını biz necə ala bilərik? Tərəvəzlərdən daha sonra başqa supplementlərdən, yəni tabletlərdən istifadə edərək ala bilərik. Bu bayram, Ramazan ayında bunların qəbulu bilirik ki, çox çətinləşir insanlarda. Sahurda bəziləri ac qarnına alınmalıdır, bəziləri günorta alınır, tox qarnına alınmalıdır. Belə ki, əgər sizin ac qarnına alacağınız vitaminlər varsa, bunları sahurdan ac qarnına bir stəkan ilıq su içdikdən sonra digər bir ilıq suyu artıq öz vitaminlərinizi qəbul edərək içə bilərsiniz. Bu məsələn bəzi vitaminlər var, D vitaminidir, kalsidir, bunlar omega 3-dür. Bunlar tox qarnına qəbul olunan və günün birinci yarısı sirkadian ritmə təsir etdiyinə görə günün birinci yarısı alınması tövsiyə olunur və ona görə dərhal sahurdan sonra siz bunları qəbul edə bilərsiniz. Və bəzi minerallar var ki, bunlar axşam qəbul olunması tövsiyə olunur. Bunlar maqnezium olsun, sink olsun. Bunları biz qidamıza, iftarımıza açırıq. Müəyyən müddət keçəndən sonra artıq bu maqnezium həm yuxumuza çox yaxşı təsir edir, sinkin özü də. Bunları axşam qəbul edirik qidadan sonra. Prebiotiklərimiz olur ki, bunlar məsələn ac qarnına qəbul edirik. Biz vurğuladıq ki, sağlam iftara açırıqsa sup, şorba qəbul edirik. Şorbadan 15-20 dəqiqə fasilə veririk. Biz həmin periodda artıq biz öz probiotiklərimizi və yaxud da prebiotiklərimizi qəbul edə bilərik. Əgər hər hansısa bir xəstəliklə bağlı dərman qəbul ediriksə, burada artıq öz həkiminizdən məsləhət alsaz daha məsləhətli olar ki, vaxtı özləri dəqiqləşdirsin. Belə, əməli gəlir ki, kifayət qədər maraqlı bir söhbət oldu, faydalı oldu və Ramazanda və ümumiyyətlə bu Novruz bayramı ərəfəsində bizim sağlam həyatda sonuncu buraxılışımızdır və inşallah həftənin, daha doğrusu yeni bir ayda görüşəcəyik dinləyicilərimizdən. Sizə təşəkkür edirəm. Bu müddət ərzində vaxt tapdınız, gəldiniz. Bizə Ramazanla bağlı qidalanmada müəyyən bir tövsiyələr verdiniz. Biz əsas olaraq bildik ki, məsələn, iftarda nə yemək düzgün olardı, sahurda nə yesək daha yaxşı bizə fayda verə bilər və digər suallarımıza cavab verdi. Çox sağ olun, təşəkkür edirik. Təşəkkür edirəm, minnətdaram. Bir də onu vurğulayım ki, nə yeyirsinizsə yeyin, qidalananda mütləq çoxlu çeynəyin. Çeynədikdə həqiqətən bəli, həzmi çox köməkli eləmiş oluruq və daha sağlam oluruq. Sağlam qalın. Çox sağ olun. Bəli, bu sözləri həkim nutritsoloq Andop məzunu Şükran Sədırova bizə dedi. Sağlam həyat işini başa çatdırdı. Özünüzdən müğayyət olun, sağlam olun. Bu istirahət günlərində, bayram tətilində xəstələnməyin. Ən əsas gününüz xoş keçsin, enerjiniz bol olsun. Enerjiniz bol olsun ki, yeni bir ayda inşallah ki görüşərik. Sağlam Radioda 93 FM-də. Hələlik.